Birini alın, başqa çörək yeməyin, özünüz effektini görəcəksiniz. Autizm uşağı olar, autizm uşaqlar mütləq bu çörəklərdən yeməlidir. Bizdə 1-2-3 nəfərin autizm mamaşaları bizdən çörək götürürlər. Nəyə görə götürürlər? Niyə autizm uşaqlara kömək edir bu çörək? Çünki bu çörək təmiz lifdir. Kimin övladının bağırsağında qəbizliyi varsa, kimin övladının bağırsağı düzgün işləmirsə, bağırsaq insanın ikinci beynidir. Bax, bunu bilin. İşləmirsə, bax, o autizm uşaqlarda əsasən qəbizlik olur. Əsasən bağırsaq problemi olur. Birinci uşağınızın bağırsağını müalicə eləyin və birinci uşağınıza arpa çörəyi, qarğıdalı çörəyi, çovdar çörəyi, bir də buğdan qara növünü demirəm, arpa, qarğıdalı, çovdar. Bu çörəkləri yedizdirməlisiniz ki, uşağınızın bağırsağı hərəkət eləsin. Əgər uşağınızın bağırsağı hərəkət eləməsə, heç olmasa hər gün bir dəfə bayıra çıxmasa, o uşağın orqanizmasında, beynində, orqanlarında problemlər daha da artmaqda davam eləyəcək. Sizi daha da əsəbi olacaq. Bax, bizdən alırlar autizm mamaşalar, deyir ki, Tahirə, Allah sənin köməyin olsun. Bu arpa çörəyini, qarğıdalı çörəyini biz uşağa yedizlərindən sonra uşağın əsəbləri sakitləşir. Niyə? Çünki bağırsaq yaxşı işləyir. Bağırsaq nədir? İnsanın ikinci beyni. Bir də bunu vurğulayım ki, buradan kim hamilə baxırsa və yaxud da hamilə kimin qohumu varsa, süt verən ana kimin qohumu varsa, bax, o analar diqqətli olsunlar. Bugün bu çörəyin tərkibindəki balatı, tərkibində Lactobacillus var. Bunu yapın alimləri araşdırıb və təqdim ediblər insanlara. Həmin o Lactobacillus ananın orqanizmasından süt vasitəsilə övladına keçir və o övladda və ondan sonra 4 nəsil insanda, həmin uşaqdan olan 4 nəsil insanda xərçəng riski çox aşağı olacaq. Bax belə. Sonra limfa düyünləri olan, onkoloji xəstəliyi olan, sizə həkim əslində ağ çörək yeməyə qoymur. Bax, bu çörək yeməlisiniz. Ay xanım, qiymətini deyin. ATLY 002. Bax, gözəl insan.